təqlid anlayışı və müctəhid üçün tələb olunan şərtlər. Şəriətin əməli hökmləri ilə bağlı məsələlərin bir qismində insan üç yoldan birini seçməlidir. Ya müctəhid olmalı, ya ehtiyata əməl etməli, yaxud təqlid etməlidir. Təqlid dedikdə, hər hansı müctəhidin dini göstəriş və hökmlərinə əməl etmək nəzərdə tutulur. Başqa sözlə, insan dini hökmlərin tətbiqində səlahiyyətli müctəhidin rəyini əsas götürür. Təqlid edilən müctəhid müəyyən xüsusiyyətlərə malik olmalıdır. O, kişi, baliğ və aqil, yəni yetkinlik yaşına çatmış və sağlam düşüncə sahibi olmalıdır. Həmçinin 12 imamlıq etiqadını qəbul etməli, halalzadə olmalı və ədalətli həyat tərzi sürməlidir. Halalzadəlik dedikdə, valideynlərin İslam qaydalarına uyğun nikahından dünyaya gəlmək nəzərdə tutulur. Müctəhidin ədalətli olması da əsas şərtlərdəndir. Ədalət, insanın haqqı qorumasını, dini və əxlaqi prinsiplərə uyğun davranmasını ifadə edir. Bundan əlavə, təqlid edilən müctəhid, dünyəvi mənfəətlərə həddindən artıq bağlı olmamalı, şəxsi maraqlarını dini məsuliyyətindən üstün tutmamalıdır. Digər mühüm şərt isə, müctəhidin öz dövründə yaşayan digər müctəhidlər arasında daha bilikli və elmi baxımdan üstün, yəni ələm olmasıdır. Bu xüsusiyyətlərə malik müctəhidə təqlid etmək dini məsələlərdə əsas götürülən yollardan biri hesab olunur.